Herkese salam kızlar, kanalıma hamınız hoş gelmişsiniz. Bugün yeni bir video ile karşınızdayım. Aranızda yeni gelenler için onu bildirim ki ben Sənubər, 24 yaşım var, evliyəm, bir dənə qızım var. Bu kanalda öz şəxsi gündəlik həyatımı sizlərlə bölüşürəm. Bu arada Adil dayağımın altında dev fikrim ona gedib, qızım olmaz düş, ana iş gör. Bu dəfəki mövzumuz isə makyajdır. Çayımı almışam. Çayım bitəndən sonra sizinlə makyaj videosu çəkəcəm. Kanalımda fikir verdim ki, uzun bir müddətdir ki, makyaja aid bir şeylər çəkmirəm. Kanalımda bu arada təmizlik, vloglar, gündəlik vloglar, gəzintilərimiz, yemək, hər cür vloglar mövcuddur. Əgər kanala abunə deyilsinizsə, indidən abunə olmağı unutmayın ki, yeni videolar gəldikdə onları qaçırmayasınız. Və əvvəlcədən onu qeyd edim ki, bəlkə də burada görəcəklərinizi siz bilirsiniz. Amma yeni başlayanlar üçün, həm də mənə gələn yorumlar üçün makyaj videosu çək, ətraflı başa sal deyildiyi üçün mən istəyirəm ki, bu videoda sizə xırda da olsa, makyajda önəm kəsb edən detalları sizinlə paylaşım. Və yaxud da elə xanımlarımız var ki, makyaj texniklərini bilmədiyi üçün etdikləri makyajları özünə yaraşdırmırlar. Ona görə də gəlin başlayaq. Deməli, əgər dəriniz qurudursa, mütləq şəkildə səhər oyananda, ümumiyyətlə səhər-axşam rutininiz olsun ki, üzünüzü nəmləndirməlisiniz quru dərilər. Eyni şəkildə də yağlı dərilər. Yağlı dəridə su bazlı nəmləndirici istifadə olunsa da, quru dərilərdə adətən yağ bazlı nəmləndirmə effektli nəmləndirici istifadə olunur. Ona görə də öz dəri tipinizdə olmayan heç bir məhsul istifadə eləməyin ki, üzünüzdə səpgilər və ləkələr, ümumiyyətlə başqa şeylər yaranmasın. Əgər dəriniz qurudursa, səhər üzünüzü gellə yuduqdan sonra göz ətrafı və üzünüzü yaxşıca nəmləndirin, makyaja üzünüzü hazırlayın. Ona görə ki, siz əgər makyaj etsəniz, görəcəksiniz ki, əgər yaxşı nəmləndirməmişsinizsə, üzünüzdə pul-pul tökülməli olur. Bəlkə də bu hallarla qarşılaşmışsınız. Onu qeyd edim ki, bunun səbəbi üzünüzü yaxşı nəmləndirmədiyiniz üçündür. Və ən önəmlisi, mənə görə, günəş kremi istifadə etməkdir. Mütləq günəş kremi istifadə edin. Hətta sadəcə yayda deyil, qışda da istifadə edin. Çünki günəş üzünüzə ləkə sala bilər, dəraltı səpgilər yarada bilər. Əgər dəriniz qurudursa, quru dərilər yağlı dərilərə nisbətən daha tez qırışdığı üçün ekstra bir də günəşdən əgər qorumursunuzsa, siz sifətinizin qocalmağını, qırışmağını biraz da artırmış olursunuz, belə deyim. Ona görə də mənə görə vazgeçilməz günəş kremidir. Hətta günəş kremi əvvəllər çox baha satılırdı, amma indi uyğun qiymətə bir çox günəş kremi tapa bilərsiniz. 2 gün əvvəl mən bibim üçün Arzumdan günəş kremi aldım. 11 manat aydı, Farmstein idi, çox qəşəng idi, quru dəri var idi və buna görə aldım. Uyğun qiymətə də, orta qiymətə və yüksək qiymətə də günəş kremləri tapa bilərsiniz. Əsas odur ki, günəş kremsiz çölə çıxmayın. Öz dərinizə yatırım edin, öz dərinizi sevin və onu qoruyun. Və qızlar, bu arada çöldə də təmir gedir, çölü sıvayırlar. Sizə bir videomda göstərmişdim ki, eləmək istəyirdik. Axır günə nəhayət ki, bunu da eləyirik. Ona görə də biraz səslər gələ bilər, üzrlü sayın. Videonun vaxtı yetişdiyi üçün istəmədim ki, uzadım, video geciksin. Ona görə də başladım sizin üçün videonu çəkməyə. Onu qeyd edeyim ki, günəş kremini istifadə etdikdən 15 dəqiqə sonra makyaja başlasanız daha yaxşı olar. Təbii ki də vaxtınız varsa, əgər vaxtınız yoxdursa, eybi yoxdur, makyajınıza direkt başlaya bilərsiniz. Əgər vaxtınız varsa ya da elə nəzərə alın ki, siz günəş kremini istifadə edin, sonra çayınızı, yeməyinizi yiyin, ondan sonra makyaja başlayın. Deməli, üzünüzü nəmləndirdiniz, günəş kremini istifadə elədiniz və keçirik makyaja. Mən makyajda ilk olaraq tonal krem istifadə edirəm. Mənə belə bir sual gəlmişdi ki, tonal krem istifadə edərkən fırça ilə yaymaq yaxşıdır, yoxsa sponjla yaymaq yaxşıdır? Mənim öz şəxsi fikrimə görə sponjla yaymaq daha homogen bir yayma vəd edir. Belə, yəni ki, tonal fırçaları da var, düzdür. Belə siz tətbiq eləsəniz də onu, üzdə bu fırçanın izləri qalır. Siz yenidən təkrarən onda sponjla onun üstündən keçməli olacaqsınız. Bu da həm sizin işinizi biraz, əgər vaxtınız varsa eləyin, xoşunuza gəlirsə eləyin. Amma mən adətən sponjla istifadə edirəm. Həm də mənə görə sponj tonalini sizin üzünüz alacağı qədər tətbiq edir. Yəni daha artığını yox. Amma fırçada əgər siz tutaq ki, tonalini çox tətbiq edəmişsiniz, fırça ilə siz onun hara gəldi belə yaysanız da o qalacaq. Amma sponjla, sponj artıq olan tonalini içinə çəkir və sizin üzünüzün alacağı dərəcədə tonalini yayır. İndi mən üzümü nəmləndirmişəm və çölə çıxmayacağım. Sadəcə bu videonu sizin üçün çəkirəm deyə günəş kremi istifadə eləməyəcəm. Amma ki, çölə çıxıramsa əgər, mütləq günəş kremimdən istifadə edirəm. Bugünkü birinci addımımız tonal kremdir. Deməli, tonal kremdə mən istifadə edəcəm Maybelline'in Superstay tonal kremini. Gəlin indi sizə yeni başlayanlar üçün çəkirik deyə sponjla necə istifadə edilir onu göstərim.
Sponjunuzun yaxşı olub-olmamasını belə test edə bilərsiniz ki, sponj su ilə təmas halında şişməlidir. Suyu açıram və sponju yaxşıca yuyuram. Gördüyünüz kimi sponj su ilə təmas halında şişib böyüdü. İndi isə keçirik bu sponjun. Sıxsaq da yenə də suyu qalır. Bu zaman nə edirik? Keçirik ikinci adıma. Quru salfetkalar götürürük və sponjun yaxşıca bu formada qalan nəmini, suyunu alırıq və bu formada artıq sponjumuz makyaja hazırdır. Mütləq sponjunuzu nəm halda istifadə edin ki, makyajınız gözəl alınsın. Və gəldim sponja necə yuyulur və makyaja hazır olur, onu da sizə göstərdim. Amma əvvəlcə istəyirəm ki, bir dənə belə abadok taxım ki, makyaj saçma və qıraqlara çıxmasın. Yaxşı da görə biləsiniz. Tananidə də konsiler seçərkən də mütləq sarı alt tonunu seçirəm. Çəhrayı alt tonunu mənim dəri tipimə uymur. Siz mütləq dəri tipinizi bilin, dəri rənginizi bilin, ona uyğun seçin. Konsilerdə da, Tananidə, baxın, sarı alt tonunu seçirəm və sponjla başlayıram. Baxın, bu formada. Çəkə-çəkə yox, toxunduraraq Tananini yaymağa. Tananini sadəcə üzümə yox, həm göz altlarıma, həm göz qapaqlarıma istifadə edirəm. Ümumiyyətlə, bu tonal kremi çox bəyənirəm. Bu tonal kremin qiyməti 22 manatdır, amma indirimlə 18 manata da ala bilərsiniz. Ümumiyyətlə, çox qəşəng tonal kremdir. Yay ayına çox yaraşdırıram, orta örtücülüyə malikdir və sadəcə üzümə yox, göz qapaqlarımdan və göz altlarımdan da ona görə keçirəm ki, rəng bərabərliyi olsun. Həm də əgər göz altlarınız qaradırsa, mütləq öz rənginizdə bir konsiler istifadə edin və yaxud da Tananinizi, əgər öz rənginizdədirsə, istifadə edin. Ondan sonra açıq bir konsiler istifadə edin. Çünki yeni başlayanlar, əgər gözünüz qaradırsa, yəni göz altlarınızda qara halqalar varsa, siz pramoy, yəni direkt açıq konsiler alıb vursanız, gözünüzün altı bozarmış görünəcək. Bu da inanın ki, heç qəşəng görüntü alınmır. Təəssüf ki, hələ də makyajı edən xanımlarımız var. Ona görə də mütləqdir ki, siz birinci öz dəri tonunuzda, ondan sonra isə öz dəri tonunuzda bir ton açıq konsiler istifadə edəsiniz. Yaxşıca yaydım, gördünüz. Keçirəm, indi isə ikinci adıma. İkinci adımda mən qaşları sabitləyirəm. Qaşları sabitlərkən isə indi bunu sizə göstərəcəm. Baxın, məndə NYX-in 25 manata aldığım qaş geli də var. Bunu mən o qədər çox bəyənə bilmədim. Biraz istifadə edəndən sonra ağ görüntü buraxır. Uyğun qiymətli bir qaş geli göstərirəm. Bu Lux Visage markasının Olivia'da satışda var. Bu qaş gelinin qiyməti 5 manat 90 qəpikdir. Çox uyğunadır və qiymətinə görə çox gözəldir. İkinci adım olaraq isə mən qaşlarımı sabitləyirəm. Mən bu prosesi Tananidən sonra edirəm. Çünki Tananidən əvvəl istifadə etdikdə bu yaş halda olduğu üçün, gel olduğu üçün Tananinin onun üstünə yapışır. Ona görə də yaxşı olar ki, Tananidən sonra istifadə edəsiniz. Və bu formada yuxarıya doğru. Sonra isə baxın, əgər qaşınızda doldurulması lazım olan yerlər varsa, onları mütləq bir qaş teni ilə doldurun. Çünki qaş makyajdakı ən önəmli, ən vacib addımdır. Çünki həm simanızı dəyişir, həm makyajınızı göstərir, həm də sizin yorğun olub-olmadığınızı göstərir. Ona görə də mütləq qaşlarınızı yaxşıca sabitləyin və doldurun. Qaşdır deyib keçməyin. Makyajda çox önəmli bir rol oynayır. Hətta mən qaşlarım öz ürəyimcə deyil, istəyirəm ki, ten effekti və yaxud da tük effekti edeyim. Əgər belə bir yer bilirsinizsə, mütləq mənə də yorumlarda məsləhət görərsiniz. Mən də sizin atdığınız səhifələrə girib baxacağam qaşlarıma, çünki əl gəzdirməyim lazımdır. İndi isə keçirəm üzümü konturlamağa. Temudan belə adsız palet almışam. Bu paletin içində kontur, ənlik və concealer paletidir. Bunu istifadə etmək istəyirəm. Çünki bəyənsəm sizə məsləhət görəcəm. Qiyməti 6 manatadır. Düşünürəm ki, səyahət üçün çox qəşəngdir. Çünki içində hər şey var. İndi gəlin bundan istifadə edək. Üzümü konturluyum. Baxaq görək necədir. Əvvəlcə mənə uyğun, işıq düşür. Bu rəngi götürəcəm. Krem formasındadır. Məsələn, alnınız yekədirsə və yaxud da sizə yekə gəlir və balacalaşdırmaq istəyirsinizsə, bu hissələrə kontur keçin. Əgər qıdınız varsa, bu hissələrə kontur keçin. Konturla bronzerın fərqi odur ki,
Daha doğrusu kontur soyuq alt tonlu olur, bronzer isə isti tonlarda olur. Çöldəki səslər həddindən artıq çox olduğu üçün üstdən səs yazmaq məcburiyyətindəyəm. Əgər burnunuzun aşağı hissəsi ətlidirsə, bu hissələrə də kontur tətbiq edə bilərsiniz. Və kontur başqa hara istifadə olunur. Yanağınızın əgər topuş görünməsini istəyirsinizsə, sümüyün alt hissəsindən, yanağınızın daha incə və üzü yuxarı formada görünməyini istəyirsinizsə, sümüyün üstünə tətbiq edirsiniz. Mən belə istifadə etməyi sevirəm. Yanağımın topuş yox, dartılmış kimi görünməyini daha çox sevirəm. İlk dəfə belə istifadə edirəm bu paleti. Əslində birinci yaymaqda çətinlik çəkdim. Daha doğrusu qurumadan tez yaysanız rahat yayılır. Amma biraz gözləsəniz çətin yayılacaq. Bu hissəni bitirirəm. Digər hissəni də eyni şəkildə konturla yaymağa başlayıram. Ondan sonra isə ənli istifadə edirəm. Mən makyaj sıralamamı bir daha sizə xatırladım. Üzünüzü, göz çevrənizi nəmləndirirsiniz. Günəş kremi istifadə edirsiniz. Sonra tonal krem. Sonra qaşları sabitləyib doldururuq. Kontur, ənlik tətbiq edirəm. Ondan sonra isə konsiler istifadə edirəm. Səbəb isə budur. Əvvəlcə göz altlarını bağlayıb üstündən bronzer ənlik istifadə etsəniz, bəlkə də məsələn bronzera artıq vurdunuz, ənliyi artıq oldu. Onu örtmək üçün yenidən konsiler istifadə etməli olacaqsınız. Bu zaman isə qat-qat görüntü əldə edəcəksiniz. Ona görə də bronzer və ənliyi istədiyiniz formada yayın. Sonra isə artıq qalan hissələr isə konsilerlə zaten bağlanacaq. Gəlin indi konsiler istifadə edək. Mənim ən sevdiyim, əgər konsiler alacaqsa mütləq L'Oreal alın. Bu konsili çox sevəcəksiniz. Məndəki nömrəsi 326-dır. Bu da sarı alt tonludur. Konsiler isə hara istifadə olunur? Gördüyünüz kimi alnımdan burnuma doğru, gözümün pınarları və uç hissəsinə və çənəmə. Onu da yenə sponj vasitəsilə yayıram. Gəldik əsas məsələyə. Konsileri sabitləmək məsələsi. Bu əlimdə gördüyünüz sponj və yaxud da maçalkanı mən Temudan almışam. 5 dənəsi 1 manata idi. Siz də ala bilərsiniz. Bunu çox xanım etmir, amma mənə görə makyajda vazgeçilməz sabitləyici pudralardır. Sabitləyici pudralar nə işə yarayır? Həm makyajınızı üzünüzə sabitləyir, yəni qalıcılığını artırır. Həm konsilerinizin qırışları dolmasının qarşısını alır. Həm də bronzer və ənlik istifadə edərkən kənara çıxdığınız hissələri düzəldir və kamera işığında şəkil çəkdirərkən mənasız yerlərin parlamasının siz qarşısını alırsınız. Baxın, burada da sizə göstərirəm ki, makyaj edəndə bronzerum belə gözəl xətt alınmamışdı, amma siz sabitləyici pudra ilə bu effekti verə bilərsiniz. Bu zaman isə üzünüz daha çəkik yuxarıya doğru görünəcək. Və unutmuruq, belə bir fırça alırıq, göz üstlərimizi də yaxşıca sabitləyirik. Bunu əgər etməsəniz, göz qapaqlarınızda dolmalar, yəni qırışlara dolmalar yaşayacaqsınız. Bu da heç gözəl görüntü vermir. Ona görə də mütləq göz altlarınızı yaxşıca sabitləyin. Alnınızı, çənənizi və bronzer ənlik istifadə etdiyiniz yerinizi və göz qabaqlarınızı mütləq sabitləyin. İndi isə gələk göz makyajına. Sadə bir göz makyajı necə edə bilərsiniz, onu göstərim sizə. Ikonik markasının belə bir məndə paleti var. Çox bəyənirəm. Buradakı ən açıq rəngi götürürəm və bu nude tonlarda bir rəngdir. Bunu siz qatlama bölgəsində istifadə edirsiniz. Qatlama bölgəsi isə nə deməkdir? Göz çevrənizi hərəkət etdirdikdə burada belə bir xətt yaranır. O hissəyə yuvarlaq hərəkətlərlə, dairəsəl hərəkətlərlə və yaxud da bu formada yaxşıca tələsmirik və yaxşıca dağılana qədər farı və yaxud da teni yayırıq. Yenə alıram, digər gözümə tətbiq edirəm. Bunu sadəcə, baxın, qatlanma hissəsinə istifadə edirəm. Tünd rəngləri isə hər zaman gözün kənar hissələrinə tətbiq edin. Onda gözünüz daha çəkik və tülkü göz kimi görünəcək. Yəni, kipik diblərindən küncə doğru göstərdiyim formada yavaş-yavaş artıraraq, birdən çox almayın, az-az. Əgər, məsələn, tündlüyü xoşunuza gəlməsə, biraz daha artırın, biraz daha və yaxud da biraz daha. Bəlkə də heç azlığı sizə kifayət edəcək. Ona görə də birdən-birə çox ten götürüb gözünüzü qaraltmayın. Yaxşıca belə dağıdırıq. Həm göz qapaqlarınıza doğru gətirib, həm də kipik dibinizə doğru istifadə edirsiniz. Sonra isə göz pınarlarını aydınlatmaq mənim çox xoşuma gəlir makyajda. Bunun üçün highlighterımı götürürəm. Gözümün üstündən ortaya doğru göz pınarlarımı yaxşıca highlighterla aydınlatıram. Bu zaman yenə dediyim kimi
göz forması açıqdan tündə doğru olduğu üçün gözünüzdə tülkü göz effekti verir və gözləriniz daha çəkik və gözəl görünür. Həm də mən düşünürəm ki, yay aylarına zər istifadə edin bol-bol. Çünki çox gözəl görünür, par-par parıldayır. Bir də mən highlighteri qaş altlarına istifadə edirəm. Bunun səbəbi isə qaşlarınızı daha yüksək, qalxıq göstərir. Eyni highlighteri normal highlighter olaraq da istifadə edirəm. Yəni göz pınarıma, qaş altıma və highlighter bölgəsinə fərqli-fərqli highlighter istifadə etməyinizə ehtiyac yoxdur. Bir dənə highlighter almanız kifayət edir ki, siz onu həm ten olaraq, həm də ki highlighter olaraq istifadə edə biləsiniz. Mən sarı atonlu highlighterları yox, adətən ağ highlighterları sevirəm. İndi isə gəlirik maskaraya, yəni tuş çəkəcəm. Çəkim gəlim və budur, gəldim. Tuşumu da istifadə elədim. Məncə göz makyajım möhtəşəm alındı. Normal mən gecə bir yerə çıxarkən və yaxud da gündəlik makyaj istifadə eləməyi çox sevirəm. İndi isə gəlirəm dodaq boyalarına. Dodaq boyasında adətən Miss Teyze markasının dodaq karandaşını və pasteli istifadə edirəm. Bu ikisini sizə göstərirəm. Çünki yeni başlamısınızsa çox karandaş almaya və çox dodaq karandaşı və dodaq boyası almaya ehtiyac yoxdur. Miss Teyze'in məndəki bu nömrəsi 764-dür. Qəhvəyə alt tonludur və dodaqlarınızı daha dolğun göstərir. Qəşəng dodağımı çevrəliyirəm. Ondan sonra isə pastelin məndəki nömrəsi 45-dir. Çox bəyənirəm. Pastelin qiyməti 10 manatdır. Miss Teyze karandaşının qiyməti isə 3 manat, 4 manat civarında dəyişir. Baxın, pastel dodaq boyasını bir neçə nöqtəyə tətbiq edərək yaydıqda çox gözəl görüntü alınır. Ona görə də çox bərəkətli məhsuldur. Az alaraq da uzun bir müddət istifadə edə bilərsiniz. Əgər dodaq boyasının rəngi sizə açıq gəldisə, biraz daha istifadə edərək dodaq boyasını həm də tündləşdirə bilirsiniz. Ona görə də mən çox bəyənirəm. Sizcə makyajım necə oldu? Yorumlarda mütləq mənimlə paylaşın. İndi isə gəlin Temudan aldığım və bir videomda sizə söz vermişdim ki, bu saç vaksı necə istifadə olunur sizə göstərəcəm. Mən bunu Temudan 5 manata almışam. İçərisində 3 darağı və stik vaksı var. Deməli, biri ayırmaq üçün olan belə bir daraqdır. Digəri saçınızı sabitləmək və gözəl topuzlar əldə etmək üçün şotka daraq kimidir. Bu üçüncüsünün nə olduğu haqqında heç bir fikrim yoxdur. Mənə elə gəlir ki, alın hissəmizdə olan balaca hissələri yapışdırmaq üçündür. Bu isə stikdir. Məndə bunun bir başqa növü də var. Onu indi ekrana verəcəm. Onun qiyməti isə 3 manatdır. Çox gözəl sabitləyir. Onu da ala bilərsiniz. Sadəcə bu Trendyolda da var bu stik. Çox məşhurdur deyə Temudan alıb yoxlamaq istədim. Temuda qiyməti 5 manatdır. Trendyolda da 6 manatdır. Sadəcə Trendyolda əlavə çatdırılmaq üçün 5 manat alırlar. Ona görə də düşündüm ki, elə buradan alım. Temudan çatdırılmasız alım. Siz də oradan əldə edə bilərsiniz. İndi mən, məsələn, saçım əgər yağlıdırsa, bu zaman saçımı topuz yığıram. Bunun üçün mənə lazımdır rezin və bir dənə balaca rezin və bu stik və daraqlar. İndi saçımı tən ortadan ayırıram. Ondan sonra isə qulaq hizamdan bir tık üstündən saçımı yığıram. Və bayaq göstərdiyim şotka daraqla saçımı əvvəlcə yaxşı darayıram ki, heç yanında qırış qalmasın. Çünki biz stiki istifadə edəndə saçımızı yapışdırmış olacağıq və saçımı bərk halda, yəni 3 dəfə fırladaraq yığıram. Bu formada alındı. İndi isə vaksımızı açırıq. Və bu nəyə görədir? Məsələn, küləkli havada çıxılı olan saçlarımız ola bilir ki, dağılsın. Ümumiyyətlə, bu stiki istifadə edəndə saçınız evdə necə çıxmısınızsa gün boyu elə qalır. Mən ona görə də bu saç üzümünü çox bəyənirəm. Və bu formada daraq vasitəsilə saçımın balaca olan saçları elə bir ki, saçıma yapışdırıram. Sonra isə 2 tutam ayıram. Onları isə buraraq bu formada topuz əldə edirəm. Bunu mən Pinterestdə görmüşdüm, çox bəyənmişdim. İndi bura qaranlıq olduğu üçün işıq siz tam görə bilmirsiniz. Açıq rəngli saçlarda bu daha da gözəl görünür. Amma yenə də mən də bu saç topuzunu çox bəyənirəm. Əsasda saçım kirli olanda və mənim yumağa vaxtım yoxdursa, bu formada saç düzəldirəm. İndi sizə göstərirəm. Saçını yığandan sonra isə alt hissəsində vaks vurmağı unutmayın ki, arxa tərəfdə yaxşı görünsün. Yenə əgər dağılmış hissələr varsa, oralarda sabitləyirəm və bitdi. Saçım sanki çox özənilmiş kimi görünür. Amma ki, gördüyünüz kimi 2-3 dəqiqəmi alır. Çox bəyənirəm. Özümə də çox yaraşdırıram. İndi isə belə saçlarda xoşuma gəlir ki, böyük sırğalar taxmaq. Bunu da Temudan almışam. 2 manat 50 qəpik idi. Səhv eləmirəmsə qiyməti. O qədər bəyənirəm ki, ümumiyyətlə mənə yaz-yay abu havası verir. Və belə saçlarla da mütləq belə sırğalar çox bəyənirəm. Necə oldu? Siz də mənə yorumlarda fikirlərinizi bildirin, qızlar. Ümid edirəm ki, həm saçımı, həm makyajımı bəyəndiniz.
Yorumlarınızı gözləyəcəm, yazmağı unutmayın. Bu stiki isə çantanızda daşıya bilərsiniz. Əgər gün boyunda dağılma olarsa, açıb rahatlıqla istifadə edə bilərsiniz. Sizi çox sevirəm. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Digər videolarda görüşmək üzrə. Hələlik.